Hər kəsə salamlar. Dediyim kimi, həmin o möhtəşəm oyuncaq haqqında sizə məlumat vermək istəyirəm. Rus dilində magiçiski yayça. Normalda xeçmaz deyirik və Azərbaycanda sehirli yumurta haqqında sizə bir maraqlı məlumatlar vermək istəyirəm. Uşaqlar üçün çox qəşəng oyuncaqdır. Qeyd etdiyim kimi, bundan öncəki postdakı sevgi, qayğı və səbr öyrədir. Gəlin açaq izləyək. İçində belə bir kağızı da var. Yəni bunu oxuyub buradakiləri tətbiq eləmək olur. Və möhtəşəm yumurta. Deməli, bu məhsulu əldə edəndən sonra bu hissələri çeviririk ikisində və bunları çıxardırıq. Bunlar bir növü açardır. Və bunun içində hər hansısa bir burada qeyd olunub sürpriz kimidir. Ya bayquş olur, ya balaca cücə olur, hardasa yumurtanın özü boyda olur. Uşaq bunları çevirib çıxardandan sonra uşaq başlayır bu yumurtanın qeydinə qalmağa. Avtomatik açılmır yumurta. Və yumurtanın bu hissəsində diqqət eləsəz belə bir zolaqlar gedir. Bu zolaqlar nədir? Övladını səbr eləməyi öyrənəcək ta ki bunun içindəki cücə və yaxud da ki bayquş oyuncağı çıxana qədər. Sığal çəkməyi, sevgi verməyi, qayğı verməyi və dediyim kimi səbri öyrənəcək və həmin müddətdə sevgi, qayğı verdiyi müddətdə bu oyuncaq içəridə başlayır danışmağa ki, qaranlıqdayam, qorxuram, məni buradan çıxart. Bir müddətdən sonra isə daha gözəl sevgi verəndən sonra özü bu gördüyünüz hissələri nimdiyinə vurur və bu hissəsini çıxarda bilirsiniz. Ondan sonra isə 3 dənə nazik batareyka daxil edirsiniz. İnteraktiv oyuncaq başlayır danışmağa ki, sən nə gözəlsən, salam, sağ ol, övladınızla gözəl bir vaxt keçirdə bilərsiniz, övladınıza səbr öyrədə bilərsiniz, sevgi verməyi və qayğı verməyi öyrədə bilərsiniz bu sürpriz yumurta vasitəsilə. Yaxınlaşıb PM Toys'tan əldə eləyə bilərsiniz. Və qeyd edeyim ki, bundan özümdə də var. Axşam açılmış versiyasına gəl tapsam postda paylaşacağam, storydə paylaşacağam daha doğrusu. Ümidvaram ki, əldə eləyənlər, yəni alanlar var bu məhsulu bəyəniblər və siz də əldə eləyib çox bəyənəcəksiniz. Hələlik!